Müvəqqəti müqavilə əbədi ola bilər. 5 illik qızıl qayda. Əksər işçilər müddətli əmək müqavilələrinin işə götürənə onları istədiyi zaman işdən çıxarmaq üçün daha çox sərbəstlik verdiyini düşünür. Lakin Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndi bu düşüncəni tamamilə dəyişir. Qanuna görə fasiləsiz olaraq 5 ildən artıq davam edən müddətli əmək müqaviləsi avtomatik olaraq müddətsiz əmək müqaviləsi hesab edilir. Bu sadəcə bir formal dəyişiklik deyil, həm də işçilər üçün çox güclü bir təminatdır. Yəni bu o deməkdir ki, 5 il tamam olandan sonra işə götürən sizi sadəcə müqavilə müddətinin bitməsi bəhanəsi ilə işdən çıxara bilməz. Siz artıq müddətsiz müqavilənin verdiyi bütün təminatlardan, o cümlədən ixtisar zamanı daha güclü müdafiədən faydalanırsınız. Bu qayda işə götürənlərin işçiləri uzun müddət müvəqqəti statusda saxlanmasının qarşısını alır və onlara real iş təhlükəsizliyi verir. Bundan əlavə də onu da qeyd etmək istəyirəm ki, məcəllənin 45-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər əmək müqaviləsində onun hansı müddətdə bağlanılması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Yəni bu da o deməkdir ki, müddət aydın şəkildə qeyd olunmayıbsa, qanun sizin tərəfinizdədir. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.